İndi isə 5-ci dərsin tapşırıqlarına baxaq. Əd-dərsul xamisu 5-ci dərs. Kitabu Muhammedin həzə yə Yasir. Ey Yasir, bu Muhammedin kitabıdırmı? Lə həzə kitabu Hamidin. Xeyr, bu Hamidin kitabıdır. Əynə kitabu Muhammedin? Muhammedin kitabı hardadır? Huva aləl məktəbi hunəkə. O, burada yazı stolunun üzərindədir. Əynə dəftəru Ammərin? Ammarın dəftəri haradadır? Huva alə məktəbil müdərrisi. O, müəllimin yazı stolunun üzərindədir. Qələmu mən həziyə Aliyyü. Ey Əli, bu kimin qələmidir? Həzə qaləmul müdərrisi. Bu müəllimin qələmidir. Əynə həqibətul müdərrisi? Müəllimin çantası haradadır? Hiyə təhtəl məktəbi. O, yazı stolunun altındadır. Burada təhtə zərfdir. Biz bilirik ki, zərfdən sonra gələn söz də cər halında olmalıdır. Keçirik növbəti tapşırıq. Aşağıdakı suallara cavab ver. Əynə kitabu Muhammedin? Muhammedin kitabı haradadır? Deyə bilərik, Muhammedin kitabı Kitabu Muhammedin aləl məktəbi. Muhammedin kitabı yazı stolunun üzərindədir. Əynə kitabu Əmmərin? Ammarın kitabı haradadır? Kitabu Əmmərin fil ğurfəti. Ammarın kitabı otaqdadır. Əynə həqibətul müdərrisi? Müəllimin çantası haradadır? Həqibətul müdərrisi fil fasli. Müəllimin çantası sinifdədir. İkinci tapşırıqda bizə sözlər verir və bu sözləri bizdən izafə qaydasında istifadə etməyimizi, yəni söz birləşməsini düzəltməyimizi tələb edir. Baxaq indi nümunədə verir kitabu, kitabun sözün, bir də Muhammedun sözün iki ayrı sözlərdir və bu iki ayrı sözlərdən söz birləşməsi əmələ gətirməliyik. Kitabu Muhammedin, Muhammedin kitabı. İndi isə nümunələrə baxaq, daha doğrusu tapşırıqlara baxaq. Qələmun, qələm, Həmidun, Həmid. Həmidin qələmi desəm, qələmu Həmidin. Sonra Həmidin qələmi. Sonra bəytun ev, Abbəsun, Abbas. Abbasın evi desəm, bəytu Əbbəsin. Sonra ğurfətun otaq, Aliyyun Əli. Əlinin otağı, ğurfətu Aliyyin. Dəftərun dəftər, Səyidun Səyid. Səyidin dəftəri, dəftəru Səyidin. Mindilun dəsmal, Yəsirun Yasir. Yasirin dəsmalı, Mindilu Yəsirin. Qamisun köynək, Ammərun Ammar. Ammarın köynəyi, Qamisu Ammərin. Sərirun çarpayı, Xalidun Xalid. Xalidin çarpayısı, Səriru Xalidin. Bu tərəfdə isə artıq burada ümumi isimlərə aid izafən verir. Məktəbun yazı stolu, əl-müdərrisu da müəllim. Müəllimin yazı stolu desək, məktəbul müdərrisi. Artıq mudaf ileyhi əl artikullu və kəsralı olur, tənvinsiz. Miftahun açar, əl-bəytu ev. Evin açarı, miftahul bəyti. Dükkanun dükan, ət-təcru tacir. Tacirin dükanı, deməli, dükkanu təciri. Bəytun ev, əl-mühəndisu mühəndis. Mühəndisin evi desək, bəytul mühəndisi. İsmun ad, əl-vələdu uşaq. Uşağın adı ismul vələdi. Kitabun kitab, Allah, Allah. Allahın kitabı desək, kitabullahi. Bintun qız, ət-tabibu həkim. Həkimin qızı desək, bintu tabibi. Miftahun açar, əs-səyyəratu maşın. Maşının açarı, miftahu səyyərati.
Sonra növbəti tapşırıqda sözün sonunu hərəkələməyi bizdən tələb edir. Məsələn, bəbul mədrasəti, məktəbin qapısı. Himərur raculi, kişinin uzun qulağı. Beytu Həmidin, Həmidin evi. Səyyaratul mudiri, müdürün maşını. Mindilu Əmmərin, Ammarın dəsmalı. İsmut talibi, tələbənin adı. Beytullahi, Allahın evi. Fi kitabullahi, Allahın kitabında. Baxın, burada fi hərfi cəri gəldiyinə görə müdafi allandırdım. Yəni kitabu yox, kitabi oldu artıq. Min beytil müdərrisi. Deməli, min beytil müdərrisi, müəllimin evindən. Alə məktəbil müdiri. Aləl məktəbil müdiri, müdürün yazı stolunun üzərində. Cümlələrin, növbət tapşırıqda cümlələri oxudur, yəni oxuyacağıq bu cümlələri. Əynə beytul müdərrisi, müəllimin evi haradadır? Huva bəyidun, o uzaqdır. Əl-Qur'anu kitabullahi, Quran Allahın kitabıdır. Əl-Kəbətu beytullahi, Kəbə Allahın evidir. Muhammedin sallallahu aleyhi və səlləmən Rasulullahi, Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur. Xaracəl müdərrisu min ğurfətil müdiri, müəllim müdürün otağından çıxdı. Həzə beytu Həmidin və zəlikə beytu Xalidin. Bu Həmidin evidir, o isə Xalidin evidir. İbnu Əmmərin talibun və bunu Yəsirin təcirun. Deməli, Ammarın oğlu tələbədir, Yasirin oğlu tacirdir. Beytul müdərrisi bəidun və beytul təciri qaribun. Müəllimin evi uzaqdır, tacirin evi yaxındır. Həzə miftəhu səyyarati, bu maşının açarıdır. Əynə miftəhul beyti, evin açarı hardadır? Mən əntə yə vələdu, ey uşaq, sən kimsən? Ənə bunu Abbəsin, mən Abbasın oğluyam. Və bunu mən huvə, o kimin oğludur? Huvə bunu Xalidin, o Xalidin oğludur. Əynə məscidu Rasulillahi sallallahu aleyhi və səlləm, sallallahu aleyhi və səlləmin məscidi hardadır? Huvə fil mədinətil munəvvarati, o Mədinə Münəvvaradadır. Bintu Həmidin fil mədrasəti və bintu Muhammedin fil cəmiati. Həmidin qızı məktəbdədir, Muhammedin qızı universitetdədir. İsmul müdərrisi Səidun və ismul mühəndisi Xalidun. Müəllimin adı Səiddir, mühəndisin adı isə Xaliddir. Əmmut talibi ğaniyyun, tələbənin əmsi varlıdır. Bəbulu məscidi məftuhun və bəbulu mədrasəti muğləqun. Məscidin qapısı məftuhun açıqdır, məktəbin qapısı isə bağlıdır. Sonra xalu Həmidin fəqirun, Həmidin dayısı kasıbdır. Səyyəratu Abbəsin fiş-şəri. Deməli, Abbasın maşını küçədədir. İbnu mən əntə, sən kimin oğlusan? Ənə bunul müdərrisi, mən müəllimin oğluyam. Əynəl kəlbu, it haradadır? Huva təhtə səyyəratı, o maşının altındadır. Sonra 5-ci tapşırıqda boşluqları doldurmağımızı istəyir. Məsələn, burada verib birincidə. Əl-beytil muğləqu. Deməli, evin
nəyə bağlı ola bilər? Qapısı deyə bilərik. Bəbul bəyti muğləqun. Evin qapısı bağlıdır. Əynə, sonra səyyarəti. Məsələn, maşının açarı. Əynə miftahus səyyarəti. Maşının açarı haradadır? Muhammedin sallallahu aleyhi və səlləm Rasulullahi. Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur deyə bilərik. Sonra ət-tabibi bəyidun. Tələbənin, məsələn, evi deyə bilərəm. Bəytut tabibi, daha doğrusu həkimin. Həkimin evi uzaqdır. Bəbut tabibi bəyidun. Əl-Qur'anu kitabullahi. Quran Allahın kitabıdır. Xadicətun, Xədicə, Həmidun. Xədicətu bintu Həmidin. Xədicə Həmidin qızıdır. Ənə, mən, əl-müdərrisu, müəllim. Deyə bilərəm ki, ənə ibnul müdərrisi. Mən müəllimin oğluyam. 8-də ət-talibil sonra məksurun. Tələbənin, məsələn, qələmi. Qələmu talibi məksurun. Tələbənin qələmi sınıqdır. 9-da bəbu, sonra məftuhun verir. Deməli, bəbu məftuhun. Maşının açarı, bəbus səyyarət, bəbus, evin belə deyək, açarı, evin qapısı məftuhun açıqdır. Məsələn, bəbul bəyti məftuhun. Evin qapısı açıqdır. Sonra xaracəl müdərrisu minəl müdiri. Nədir? Müəllim, müdürün, məsələn, minəlğurfəti otağından çıxdı. Sonra 6-cı çalışmada buradakı səhvləri düzəltməyi tələb edir. Əl-qələmu talibi. Tələbənin qələmi desəydim, burada əl artiklını götürməliyəm. Qələmu talibi olmalıdır. Bintu Həmidin, Həmidin qızında bintu Həmidin olmalıdır. İsmul vələddə, yox, ismul vələdi, oğlanın adı olmalıdır. Sonra bəbus səyyaratu, maşının açarı desəm, bu zaman bəbus səyyarati olmalıdır. Ər-Rasulullahi yox, Rasulullahi olmalıdır. İbnul, burada tənvini götürməliyəm. İbnul müdərrisi, müəllimin oğlu olmalıdır. Sonra burada bizə nümunə verib, bu nümunəyə uyğun cümlələr quracağıq. Hər şəklə uyğun cümlə qurulur. Məsələn, kitabu mən həzə, bu kimin kitabıdır? Məsələn, burada kitabın yerinə qələm veririk. Qələmu mən həzə, bu kimin qələmidir? Bəytu mən həzə, bu kimin evidir? Qamisu mən həzə, bu kimin köynəyidir? Səriru mən həzə, bu kimin çarpayısıdır? Sonra 8-ci dərsdə xitabla bağlı verir. Xitab, belə deyək, ay mənasında istifadə olunur. Müraciət mənasında. Muhammedun tənvin dammədə olur. Yə qoşulandan sonra yə Muhammedu tənvin düşür. Ey Muhammed. Məsələn, Xalidun Xalid, yə Xalidu, ey Xalid. Ustazun, ey müəllim, yə ustazu, ey müəllim. Vələdun, uşaq, yə vələdu, ey uşaq. Sonra burada yenə də tapşırıqda sözlərin sonundan hərəkələməyi tələb edir. Yə Aliyyu, xitablarda hərəkələyirik. Yə Abbəsu, şeyxun, yə şeyxu, yə raculu, deməli, yəsirun, yə əmməru, dukturun, yə dukturu. Belə. 9-cu çalışmada isə həmzətul vəslə ilə bağlı cümlələr verib, onlar tərcümə edirik. İsmül vələdi Muhammedun vəsmul bintu Zeynəbu. Deməli, uşağın adı Muhammeddir, qızın adı Zeynəbdir. İsmul müdərrisi Həmidun. Deməli, müəllimin adı Həmiddir. Məsmul müdiri. Müdürün adı nədir? İbn Xalidin fil mədrəsəti və ibn Həmidin fil cəmiyyəti. Xalidin oğlu mədrəsəti məktəbdədir. Həmidin oğlu universitetdədir.
İbnul müdərrisi fil fasli. Müəllimin oğlu sinifdədir. Əynə bunul müdiri, müəllimin oğlu, daha müdirin oğlu hardadır? Sonra aşağıdakı çalışmada da yenə oxuyub tərcüməyi bizdən tələb edir. İbn Muhammedin fil İraqi və ibn Hamidin fil Hindi. Muhammedin oğlu İraqdadır, Həmidin oğlu Hindistandadır. Xaracə ibn tabibi minəl bəyti. Həkimin oğlu minəl bəyti evdən çıxdı. Zəhəbnu təciri ilə suqi. Tacirin oğlu bazara getdi. İsmul mühəndisi Feysalun. Mühəndisin adı Feysaldır. Vasmu tabibi Məsudun. Həkimin adı Məsuddur.